Hər ilin yanvar ayında ya da hər bazar ertəsi vəssalam. Bugündən yeni həyata başlayıram. İdmana gedəcəm. İngilis dili öyrənəcəm deyib, çərşənbə günü axşam özünü yenidən divanda, əlində telefonla eyni yerdə tapanlar, bu podkast tam sizin üçündür. Təsəvvür edin, hər dəfə bu baş verəndə içimizdə bir səs deyir: məndə alınmır, mən zəifəm, iradəsizəm. Və biz özümüzü günahlandırmağa başlayırıq. Amma əslində, problem zərrə qədər də sizin iradənizdə deyil. Siz zəif deyilsiniz, sadəcə qüsurlu bir sistemin içindəsiz. Çünki insan bir gecədə verdiyi qərarla dəyişmir. İnsan hər gün təkrarladığı şeyə çevrilir. Hər kəsə salam. 2 kəlmə podkastındasınız. Mən Vəfa. Mən də Cavid. Bugün həyatımızı darmadağın edən o pis vərdişləri necə tərk etməkdən yox, o vərdişləri idarə edən beynimizi necə həkk edəcəyimizdən danışacağıq. Əmin olun, bugün eşidəcəyiniz elmi faktlar və praktik həllər həyata baxışınızı tamamilə dəyişəcək. Cavid, mənə həmişə qəribə gəlir, biz niyə qərar veririk, amma əməl edə bilmirik? Ümumiyyətlə, gün ərzində etdiyimiz hərəkətlərin neçə faizi bizim öz şüurlu qərarımızdır? Çox gözəl yerdən toxundun. İndi sənə və dinləyicilərə şok bir fakt deyim. Elmi araşdırmalara görə gün ərzində etdiyimiz hərəkətlərin, verdiyimiz qərarların düz 40%-dən 45%-ə qədər əslində şüurlu qərar deyil. Onlar sadəcə avtomatik vərdişlərdir. Yəni sən deyirsən ki, mən günün tən yarısını avtopilotda yaşayıram. Sükanı buraxmışam, maşın özü gedir. Tamamilə elədi. Səhər durub ayaqqabının əvvəlcə sağ yoxsa sol tayını geyinməyindən tutmuş, İşdə kimsə səni əsəbləşdirəndə verdiyin reaksiyaya qədər, bunların hamısını beynimizin dərinliyində yerləşən bazal qangliya adlanan bir mərkəz idarə edir. O mərkəzin tək bir işi var: səni düşünməkdən xilas edib enerjiya qənaət etmək. O mərkəz üçün pis və ya yaxşı vərdiş yoxdur. Sən siqaret də çəksən, idman da etsən, onun üçün fərqi yoxdur. Qayda sadədir. Siqnal gəlir, sən o davranışı edirsən və sonda kiçik bir mükafat alırsan. Bəs bu siqnal mükafat məsələsi reallıqda necə işləyir? Çünki biz həmişə vəssalam, bu pis vərdişi atıram deyirik. Məsələn, daha axşamlar şirniyyat yemirəm və ya gecə yarısına qədər telefonda sosial şəbəkələrdə vaxt öldürmürəm. 2 gün o telefonu kənara atırıq. Amma 3-cü gün 2 qat artıq baxırıq. Niyə dözə bilmirik? Çünki beynə qarşı müharibə elan edirik. Sən gecə telefona baxanda əslində o ekrandan və ya başqalarının həyatından ləzzət almırsan. Sən bütün gün işləmisən, yorulmusan, stresslisən. Sənə o anlıq rahatlıq, reallıqdan qopmaq lazımdır. O yorğunluq hissi siqnaldır. Telefona baxmaq sənin davranışındır. Reallıqdan uzaqlaşıb başını qatmaq isə beyninin aldığı mükafatdır. Yəni, mən telefonu kənara atanda beynimi o rahatlıqdan mükafatsız qoyuram deyə o mənə üsyan edir və dözə bilmirəm. Bəli, ona görə də vərdişlərlə bağlı qızıl qayda budur. Pis vərdiş heç vaxt qırılmır. Onu yalnız və yalnız əvəzləmək olar. Sən yorulmusan, telefona baxmaq əvəzinə get isti bir çay süz, sakit bir musiqi aç ya da sevdiyin birinə zəng elə. Beynin o reallıqdan qopmaq mükafatını aldı? Aldı. Vərdiş sındırılmadı. Sadəcə sistemi dəyişdin. Sən düşməni yox etmirsən, sadəcə onun silahını əlindən alırsan. İnanılmaz dərəcədə məntiqlidir. Amma məni ən çox təəccübləndirən başqa bir şeydir. Bəzən həyatında bircə dənə müsbət addım atırsan. Bax, ancaq bir dənə. Məsələn, səhər tezdən durub 15 dəqiqə qaçmağa və ya yürüş etməyə başlayırsan. Və birdən görürsən ki, sən heç planlaşdırmadığın halda günorta yeməyini də sağlam yeyirsən. İşdə daha məhsuldarsan. Hətta axşamlar daha tez yatırsan. Bircə hərəkət bütün günü necə dəyişə bilər axı? Elm buna açar vərdişlər. Yəni, İngiliscə desək, keystone habits deyir. Bunlar elə vərdişlərdir ki, həyatında domino effekti yaradır. İndi sənə Charles Duhiggin kitabından bir araşdırma deyim. Şok olacaqsan. Avstraliyada Outen və Cheng adlı alimlər araşdırıblar ki, həyatında heç vaxt idman etməyən adamlar səhərlər müntəzəm qaçmağa başlayanda, cəmi bir neçə həftə sonra gün ərzində kredit kartından daha az istifadə edirlər və hətta evdə qabları daha tez yuyurlar. İdman hara, kredit kartı hara, qab yumaq hara? Bunun məntiqli bir izahı var? Çox dərin bir izahı var. Əlaqə ondadır ki, sən səhər idman edəndə beyninə bir mesaj göndərsən.
mən özünə baxan intizamlı adamam. Yəni sənin bədənin yox, özünü necə qavradığın, şəxsiyyətin dəyişir. Sən günorta gedib o mağazada lazımsız bir əşyaya pul xərcləmək istəyəndə, ya da o yağlı yeməyi yemək istəyəndə beyni sənə deyir ki, ağa, bir dəqiqə, biz axı səhər qaçmışdıq, biz intizamlı adamıq, bu cəfəngiyata niyə pul xərcləyirik? Tək bir vərdiş sənin bütöv xarakterini yenidən yazır. Elə bu səbəbdən bəzi uğurlu adamlar deyirlər ki, səhər duran kimi birinci işiniz yatağınızı yığmaq olsun. Mən əvvəllər düşünürdüm ki, əşi, onsuz da axşam yenə yatacam da, niyə yığıram ki? Amma indi başa düşürəm ki, sən o yatağı yığmaqla əslində günün ilk tapşırığını uğurla bitirmiş olursan. Və bu sənə kiçik bir mən bacardım hissi verir. Digər işlərə motivasiya yaradır. Tam üstünə bastın. Amma gəl, biraz da reallıqdan danışaq. Hər şey bu qədər gözəldirsə, niyə günün sonunda yenə səhv qərarlar veririk? Məsələn, ac qarına marketə girəndə niyə o lazımsız şokoladları, cipsləri alırıq? Evdən çıxanda öz-özümə söz verirəm ki, ancaq meyvə-tərəvəz alacam. Amma o rəfin qabağında sanki iradəm buxarlanıb yoxa çıxır. Niyə belə olur? Çünki iradə sonsuz bir güc deyil. İradə eynilə telefonun batareyası kimidir. Elmdə buna qərar yorğunluğu, decision fatigue deyirlər. Sən gün ərzində o qədər xırda qərarlar verirsən ki, səhər nə geyinim, tıxacda hansı yolla gedim, işdə bu maila necə cavab yazım. Axşam marketə çatanda sənin iradə batareyan artıq 1% olur. Buna isti və soyuq ağıl deyirlər. Sən marketdə artıq isti, yəni emosional vəziyyətdəsən. Beyin o an gələcəyini, dietanı düşünmür. Ən sürətli enerjini, yəni şirniyyatı axtarır. Bax, məhz buna görə Steve Jobs və ya Mark Zuckerberg kimi adamlar hər gün eyni rəngli, eyni tipli paltarlar geyinirlər. Adamların qarderobu eynəklərlə doldu. Çünki onlar səhər nə geyinim deyə düşünərək iradə batareyalarını xərcləmək istəmirlər. O enerjini şirkət üçün böyük qərarlar verməyə saxlayırlar. Yəni sən demək istəyirsən ki, biz qərarları yorulmamışdan əvvəl soyuq vaxtımızda verməliyik. Tamamilə doğru. Səhər idman edəcəksənsə, görəsən hansı idman paltarını geyinim qərarını səhərə saxlama. O paltarı axşamdan çıxar, düz çarpayının yanına qoy. Qərarı qabaqcadan ver. O an gələndə beynin düşünməyə enerji sərf etməsin. Sadəcə avtopilotda götürüb geyinsin. Hətta mən bura bir şey də əlavə edim. Mühit dizaynı. Mühit dizaynı nədir? Buna psixologiyada sürtünməni artırmaq və ya azaltmaq deyirlər. Məsələn, sən şokoladı stolun üstünə, gözünün qabağına qoysan, sənə söz verirəm, 1 saat sonra onu yeyəcəksən. Çünki ona çatmaq asandır, sürtünmə yoxdur. Amma o şokoladı götürüb mətbəxdə ən üst rəfə, digər qabların arxasına gizlətsən. Sən axşam şirin bir şey istəyəndə beynin hesablayacaq. İndi durub ora getməliyəm, o stulu gətirməliyəm, o qabları kənara çəkməliyəm. Əşi, kimdə ora dırmaşan? Qoy bir stəkan su içim. Sən pis vərdişə gedən yolu çətinləşdirməlisən. Yaxşı vərdişə gedən yolu isə su kimi asan etməlisən. Sağlam qidalanmaq istəyirsənsə, stolun üstünə yuyulmuş almalardan ibarət bir boş qab qoy. Bu həqiqətən əla taktikadır. Yaxşı, bəs bütün bu dəyişiklikləri edəndə yolda azmamaq üçün nə etməliyik? Çünki çox vaxt edirəm deyirik, amma fərqində olmadan köhnəyə qayıdırıq. Bax, bunun tək bir elmi və qəti həlli var. İzləmək. Amerikada Milli Kilo İtirmə Reyestri, National Weight Loss Registry deyilən çox böyük bir qurum var. Orada 10 minlərlə insanın necə kilo verdiyini araşdırıblar. Səncə ən böyük sir nə çıxıb? Ağır idman? Yox. Çox sərt diyeta? O da yox. Ən böyük ortaq nöqtə sadəcə yedigərini gündəlik olaraq kiçik bir dəftərə yazmaq və izləmək olub. İnanıram. Eyni şey maddiyata da aiddir. İnsanlar çox vaxt şikayət edirlər ki, maaşım hara gedir bilmirəm. Amma sən bir həftə ərzində xərclədiyin hər qəpiyi, o cümlədən ayaq üstü aldığın o 3 manatlıq kofeni belə dəftərə yazmağa başlayanda adamın gözü açılır. Görürsən ki, kiçik sızıntılar əslində böyük bir gəmini batırır. Çünki insan fəaliyyətini yazanda yaddaşına bir siqnal vurur. Mən buna fikir verirəm. Bu mənim üçün önəmlidir. Görmədiyin, fərqində olmadığın şeyi dəyişə bilməzsən. O dəftərə yazanda avtopilotdan çıxırsan. Bu günlük həqiqətən beynimizin daxilinə çox böyük bir səyahət etdik. Gəl hər şeyi bir araya toplayaq. Deməli, özümüzü mən iradəsizəm, məndə alınmır deyib qamçılamağı dayandırırıq. Problem bizdə deyil.
qurduğumuz sistemdədir. Bəli, pis vərdişi heç vaxt ləğv etməyə çalışmırıq. Yerinə yenisini və eyni rahatlığı verən faydalı bir davranışı qoyuruq. Bizi dəyişəcək o tək bir domino daşını, açar vərdiş tapırıq. Qərarlarımızı bateriyamız bitəndə yox, qabaqcadan, soyuq vaxtımızda veririk. Və ən əsası, yaxşı vərdişləri göz qabağına qoyub, pis vərdişləri ən üst rəfə gizlədirik. Unutmayın, istədiyiniz insana çevrilmək üçün hər şeyi bir gecədə sehirli çubuqla dəyişməyə ehtiyac yoxdur. Amma bugün atacağınız tək bir sağlam vərdiş bütün həyatınızı, xarakterinizi dəyişəcək o böyük inqilabı başlada bilər. Siz həyatınızda hansı açar vərdişi yaratmağı düşünürsünüz? Bəlkə səhərlər yatağı yığmaq, bəlkə də gündəlik içdiyiniz suyu izləmək. Fikirlərinizi mütləq şərhlərdə bizimlə bölüşün. Bu podkastda özünüzdən nəsə tapdınızsa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Yeni, daha güclü sisteminizi qurmaq üçün hələ də gec deyil. Özünüzə və qurduğunuz sistemə yaxşı baxın. Gələn podkastda görüşənədək.